Haberlerin verişleri vaxtıdır. Hələ xəbərlər başlamıyor. Öyle şey gedir. Hemen Zaurla Ali'ye. Ne? Esmira xanım nədənsə görmədim. Esmira xanımı. Oradaydı. Nergiz de oradaydı. Mən görmədim. Ne bileyim valla. Öyle şeyler eşittik, öyle şeyler gördük ki. Yox, dişim 21'mişdi də implant. Onu söktülər, təzəsinə qoydular. İndi 21-22-si getməliyəm. Atam pensiyasını alsın, pul götürüb getməliyəm. Dedim ki, Arzu, otağı arasan ne diyeyim, fənərki kəsmək olardı. Biz elə eləmişdik qabaqsan. bir otağın içində nətər fənarkı ilə kəsim, dəsən sən. Ekranı vurduq, ne diyeyim, birinin elədik yataq otağı, birinin elədik qonaq otağı. Siz de eləyin, değil mi? Sən deyən elə yekədir, o balaca bir şeydir. 4'ün 5'ədir, 5'in 4'ədir. Balaca bir şeydir o. Balacaysa iki yere bölmək olmaz. Böyle yataq olsaydı bölmək olar. Böyük otaq olsa da bölmə. Bu balacadır, heç bölmə. Böyüsə də nə olur? Harda yatacaqlar? En azından özüne bir tane küçük bir yeri ayır, TikTok otağı. Rahat müziğini koş, oyna, de, gül. Onların nedeninden rahat öleme. Alınmır da, alınmır. Alınmır bir o balaca otaqda nə ama anam yatır, atam yatır, görmüsən də muska qoymuram, yavaş danışıram. Alınmır. Ekran tıklıyor uşaqlar. Ekran tıkı dostlar, ekran tıkı. Ey Allah. Qohumuz yoktu qonşularda. Yox. Mingəçevirə qayıtmaq şansınız var. Mingəçevirdəki ev satılmadı mı? Hə? Mingəçevirdəki ev, Mingəçev nədir? Mingəçev vərəcəkdir. Mingəçevdəki ev satılıb da hara gedək? Elə rayon var ki, iktisadi rayonlu, orada insanlar çörək tapa bilir. Elə adam var ki, sosial iktisadi rayon değil, orada dolanmaq çətindir. Salam Ayşanam, salam, xoş gəlmisən. Rayondan rayona fərq var Arzu. Elə rayonlarımız var ki, orada doğrudan da iş tapmaq çox çətindir. Orada insanların ictimai, sosial, iqtisadi həyatı çox çətindir. İnsanlar yaşaya bilmir, əziyyət çəkir. Hamı qaçır, oğlanlar Rusiya, qadınlar qaçır Bakıya, orada burada nə bilim işləməyə. Necbi başlarını saxlasınlar, ac qalmasınlar. Amma elə rayon var ki, iqtisadi cəhətdən yaxşı rayon. Vətəndaşlar rayonda çörək qazanır. Ekran tıklayın. Konsener var, yox, maşında konsener yoxdur. Daha gündüzlər isti olur, gecə də hava soyudur, indi yağış yağacaq birazdan sonra. Nədir o, zapıdır? Köhnə 07. Ekran tıklayın uşaqlar. Ekran tıkı dostlar. Yo, sənin o mahnı qoşmağın maraqlıydı, canlı qəşək gedirdi. Nə hikmət etsə, Bakıdan gələn kimi oldun sən promoy müğənni. Amma sonra indi belə. Mənim axırıncı günlərimdir bu günlər. Niyaməddin Musayevin o inci mamasını oxuyurdu. İncimə, incimə. İncimə. Akşam Fatih'e bir de düet olsan partladarsan. Yaşxəndəni gördüm, qəşəng restoranda oxuyurdu. Onu görsən, özün necə tutdu, Allah həmişə tutsun. Çünki niyə oldu, mən sana deyim də, gəl başdan olduğu kimi real danışaq. O qız həmən o 500 manatı xaçlamadı, apardı, xeyriyyətçilik elədi, Arzu, eşitirsən məni? Uşaq evinə, sığınacağa. Eşitirsən məni, fikir başqa elədim. İqalın göndərdiyi 500 manatı o xaçlamadı, o jest elədi. Onun da o jestinə görə ona oğlanlar jest elədilər, restoran sahibləri ki, biz də sana jest edirik. Gəl bizim restoranda oxu. Sən uşaq evinə arzda qalmırsan, məsəl üçün 500 manatlıq. Yardım edirsən də uşaqlara, düzdür, yetimlərə.
Biz də sənin uşağını fikirləşirik, gəl bizim restoranda oxu, pulunu qazan. Bax, elə oldu Arzu. O bəlkə də o pulu özü yesəydi, ona heç kim dəstək olmayacaqdı. Onu ən çox Şahbazov qabağa verdi. Arzu maşın sürə bilir. Bilmirəm, Arzu bayaq dedi ki, sürə bilmirəm. Necə sana? Yaxşı ay sana, nə eşitmirsən? Bayaq salam verdin, dedim sənə xoş gəlmisən. Aleyküm əssalam. Yazıb ki, burada bir taksi sürə bilərsən. Deyib, Pərvin taksi sürür. Dən o vaxtı. Hansı qız Rəşxəndə İqal 500 manat göndərmişdi? O qız. Ey Allah. Burada biri yazıb ki, Arzu. Hə, Burada, sana nə? burada biri yazıb ki, Arzu 3 gün maşında gedirərə çatmayıb. Ay, getmir də. Sən yox ay sana. Maşın dayanıb durub qapıda getmir. Öz maşınları var da, hə, var maşınları. 07 da. Valla cəmaət indi Prado alır. 07 nədir ki? Cəmaət şey alır. Range Rover, Volkswagen. 07'ye maşın kimi baxan var indi. Demin o bəxt hardadır maşınım ala. Hələ bax özün də yazırsan, düz yazırsan ay sana. Ay. Yaxşı may qəmli gözləsən necəsən ay. Arzu taksi sürə bilərsən rayonda. Rayon arası, rayon kənd arası. Hə, bad gedib maşını verərəm badımda canlığa ki, ala. Özümlə məhv eləm. Mən maşın həvəskarı deyiləm sürmək. Xoşum gəlmir maşın sürməkdən. Aliyə getdi, xəbərim yoxdur. Ay Arzu, Aliyə gedibsə, mən bilmirəm. Burada yazırlar, xəbərim yoxdur mənim. Neçə vaxt Aliyə gəlmir müsafirə, bilmirəm. Axırıncı səfər o vaxtı gəldi, onlar qırğını saldı, getdi müsafirdə. Xəbərim yox. Efirə çıxmalı. Efirə çıxsalar biləsiniz də, onlar gedəndə efirə çıxıb gedəcəklər. Efirdən sağollaşıb gedəcəklər. Yəni ki, nə vaxt getsələr efirə bərabər çıxacaqlar. Sağollaşıb Zaur müəllimdən gedəcəklər. Onu da görəsiniz. Ne bileyim ha. Valla bunlara getməkdənsə o gəlib burada yaşasa yaxşıdır. Hə, anarın parlayan ulduzu. Nə qırğını şey, dünya yazıb nə qırğını. Heç nə. Aliyə buna yazdı ki, siqareti tərk etmirsən. Bu da dedi ki, sən kimi araq içmirəm. Elə. İndi düşür ay sana. Bəlkə yazın param-para düşürdü, oxumaq olmurdu. O da deyir ki, mən nədir, İqal bilir mənim araq içdiyimi. İqala deyiv içmişəm. Yaxşı eləmişəm. Bilmirəm. Salam Arzu bezdim, salam. Hicablı Arzu. Salam. Dediğim sözün de üstünde yani dayanırım. Ömrün akla kadar olma aşamayacaksan. Onu diyelim ki o neyin yapıyor? İyi de içip başımız xarab oldu bizim. Həqiqətlə bu, Ama ki ben öyle bir şeyler var ki hayatta değil. həqiqətlə qoçada həyəcanlı açır, görmüşəm. Elgizin verişində veriblər. Yaxşıyam Arzu, sən necəsən? Az kişi yenə içi var Arzu. Hə, görmürsən, başım gedir, pulunu xod bilir. Uzun iğnemde tuz var burada. Kavurma, kavurma, ormanın limonu, sonra bir de var, kafa yağı. Həqiqi. Onlar niyə çıxırlar Zaur verişinə? Az həqiqətlə şey var, qoçalı Arzu. Hə, Onlar Zaur verişinə çıxacaqlar deyir. nəyə? Nə bilim, həqiqət hamilədə axı. Natiqə də yaqın. Natiqə görə, həqiqət hamilədir. O nətər doğucu o?
Qoca diyor. Bəlkə hamilə deyil problemi var Asiye. Elgiz dedi verilişte. Efirde Elgiz dedi Arzu. Hadi hakime göre bilmem Elgiz dedi O verilişte. gün mənim canıma gəlmişdi Həqiqət xanım. Yazmışdı ki Aslanın adını çəkməyin. Elgiz dedi axı verilişte. Ben Elgiz'den işitmişim. Ekran tıklayayım. Valla mən onları tanımıram. Efirde Elgiz dedi onu da işitmişim. Elgiz ne dese ona baxırıq da biz. Hə, deyə yazıb ki Həqiqətin böyrəyi xəstədir. Allah şəfa versin. Amin. O yalan olsa Elgiz müəllim yalandan deməz axı efirdə. Nə Arzu? Amma baxmıram ya İlgizə yazara, baxmıram ki. Onlar Elgiz'in verilişini evlenirler. O mənim olmalıdır, hamı bilsin. İlgiz şou yaratdığını musiqiçiləri yığır da. Ay mamam. Aa bulut gelir. Benim tavşanım gibi. Aksine sevinirəm. Bilirəm bu çörək kazanır. Ay Allah şükür. Ekran tıklı uşaqlar, ekran tıklı. Ekran tıklı dostlar. Az işığı getdi. Arzun işığı getdi, hə. Amma işığı yandır. Keştana evi Arzu. Ay pulunu xod verib də nətər keçsin başıma. Açan içəndə səni döyür Arzu. Su cavabını qaytaranda ona görə baş qoşmuram. Döymür, davamız düşür də və yaxın. Qoy vursun ay sənəm, qoy vursun, bəlkə canım qutarar. Ay Allah, ay Allah, keşke Coca-Cola ola içəm. Keşke jelibon ola yiyəm. Bəh, bəh, bəh. Mayın 20 ad günüdür. Aslanın değil mi? Mayın 20'sinde Aslanın ad günüdür Arzu. Aslanın ad günü sentyabrın 15-idir. 11-i məndə də 15-unda. Və hicablı Arzu yazıb ki mayın 20'sinde ad günüdür Aslanın. Ne oldu? Hər ay ad günü olur. Ha yazıb ki mənim. Ben Aslan yazmışam. Ben sənin ad günündə bəs Aslan yazmışsan axı bura. Günay, xoş gəlmişsin ay Günay. Vallahi mən nə bilim Arzu. Bunlar ne danışırlar? Haydi Ayşə. Ay körpəm. Həsən oxuyaq. Sizə təşəkkür edirəm hədiyyən üçün. Ekran tıklayın uşaqlar. Hadi oğa verdin. Dostlar ekran tıklayın dostlar. Maşında oturma Yıldırım səni vurur. Düz değil, geç eve. Ay kız sana. Oo, evdə mən başım dağları. Heç nə, bir balaca, bir dənə araq içibdi, başımız gedəcək. Allah səhər min geçəvirə gedir, bayısı gələ. Geçsəydi 1-2 gün qalardı. Bu araq içəndə o kişi ki qadını döyür. Bax o heç xoşuma gəlmir də. Amma o qədər döyülüb ki yazıq. Bəzən arvadların döyürlər, bəzən qızların döyürlər. Nə bilim, kişilər içir, döyür arvadların. Amma Agilin nömrəsində yazmışsan Ay Hüseyni Bəyəxtanda. Niyəsə mənim nömrəmi? Şurada ne kadar anamın evine ne geldi?
Yazıb ki, Arzu bezdim. Aslana deyim borcumu versin. Aslana pul verdim. Arzu'nun Aqilin yanında pul vermiş. Sənin Arzu. Kimin yanında pul vermişsə ki, onun yanında verin. Ay Allah, İşte- ay Arzu, məni qatmayın. Mən Məni söhbətə qatma. qatmayın. Mən də qatma. Ay bunlar pulu xəlbət alıb yensiz sonra verməyəndə də gəldilər ki, Arzu edinə. Mən nitdir, mən danışmıram onlarla. Danışıram, mən nitdir. İçinə çörək də ola bilməm. Mən nitdir. Vaxt var idi ki, geçen olsa başındaki hicabdan ta vaxt var idi ki, Arzu atasını döyür, nə bilim, nə eləyir, falan eləyir. Adından bu qədər danışdın, sən 10 mat verdi Samir, çıxdın Arzunu yıxdın, sürüddün. Heç olsa bu başında taxtığı hicabdan utandın mı? Heç kəs pinin